Salam aleykum dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Təcili olaraq möhtəşəm villa təqdim edəcəm sizə. Razində yerləşir gördüyünüz bu villa Talkuçkanın yaxınlığında Qaraçuxura gedən yolun üstündə. Əsas yoldan 200 metr məsafədə gördüyünüz bu möhtəşəm tikili 340 kvadratdır. 2 mərtəbə bir mansarddan ibarətdir, 3 sotda inşa olunub. Sənəd isə kubça, həm tikilinin, həm də torpağın kubçası var. Bir şey ilk öncə qeyd edeyim ki, barter təkliflərinizi eləyə bilərsiniz. Həm maşınla, torpaqla, evlə, nə ilə olur olsun, barterə də sahibi gedir. Həyətyanı sahəsidir, gördüyünüz kimi dekorativ ağaclardan güllər, çiçəkləri əkilib, içməli suyu daimidir. 3 faza tok xətti çəkilib, bütün otaqların kondisionerləri quraşdırılıb və sağ sol tərəfinə də keçmək olur. Sol tərəfində kombi otağı yerləşdirib, kollektor sistemi yığılıb. Gördüyünüz bu otaqda bağlı bir otaqdır. Kombinin bütün xətləri çəkilib. Əlavə olaraq yeraltı su anbarı var. Təxminən 10 tonluq su tutumu var. Xudmani həyəti var. Kamera sistemi quraşdırılıb. Gecə işıqlandırması da var. Gəlin indi isə daxil olaq, mən sizi proyektlə tanış eləyim. Tikilinin də çox gözəl proyekti var. Hər mərtəbənin özünün hamam otağı və bütün otaqlarda da kondisioner quraşdırılıb. Təmir tikinti də çox keyfiyyətli olub. Əsas özəlliklər odur ki, barter olunur. Maşındır, torpaqdır, evlə, nə ilə olur olsun, təkliflərinizi eləyin, biz sahibinə çatıraq. Uyğun olsa, görüşüb, baxarsınız. Sağ tərəfə daxil olaq qonaq otağına. Qonaq otağı və bütün otaqlarda, yəni yataq otaqlarında parketdən istifadə olunub. Gördüyünüz kimi genişdir, tavanlar hündürdür, TV stentin yeri yığılıb. Radiatorların xətti çəkilib, ancaq radiatorlar quraşdırmayıb, kim alsa öz zövqünə uyğun radiatordur, lyustrdur, pərdədir, onu quraşdırar. Qonaq otağı ilə üzbəüz mətbəx yerləşir. Mətbəxi də geniş, rahatdır, yeri stip oldu. Mətbəx mebelin yeri saxlanılıb, bütün tok xətləri, elektrik, santexnik xətləri çəkilib. Kondisioner də gördüyünüz kimi bütün otaqlarda var. Domofon sistemi də quraşdırılıb, birbaşa qapıya bağlanıb. Pilləkənlər, çox gözəl pilləkənlər yığılıb. Tam mansard hissəyə qədər eyni qaydada yığılma pilləkənlərdir. Gəlin buradan daxil olaq hamam otağına. Hamam otağının çox gözəl proyekti var. Daxil olan kimi burada ünvanlik qoyulub, əl yumaq üçün yer nəzərdə tutulub. Sonra daxil olursunuz. Birinci sanitar qovşağı və onun yanında böyük hamam otağı. Bura isə addelli hamam otağıdır. Pilləkənlərin altında da əlavə olaraq kladovka kimi yer düzəldə bilərsiniz. Orada da artıq əşyalarınızı, toz sorandır, ütü stoludur, nə olsa artıq əşyalarınızı qoymaq üçün də yeri var. Bütün tikili monolit betondur, keyfiyyətli tikilib, almaturdur, simentidir, qumudur, hamısı keyfiyyətli materiallardan istifadə olunub. İkinci mərtəbədə 4 yataq otağı var, qarşısında böyük balkonu var və hamam otağı var. Gəlin elə birinci hamam otağını görsədim. İkinci mərtəbənin ümumi hamam otağıdır. Daha sonra onun yanında yataq otağıdır. Yataq otaqlarında hamısında kondisioner var. Kondisionerlər mərkəzləşdirilmiş xətt üzərə çəkilib. Bir xətlə gedir, bütün kondisionerlər də həmən xəttdə quraşdırılıb. Kollektor sistemidir, bütün mərtəbələrdə yığılıb. İkinci mərtəbənin də koridoru istif oldu. Növbəti bir yataq otağı və qarşısında möhtəşəm mənzərəsi var. Oranı da mən sizə göstərəcəm. Gəlin ilk öncə yataq otaqlarını göstərim. Evin qapıları çox keyfiyyətli yığılma, fıstıq ağacından yığıbdır. Pəncərələr hamısı vitraj pəncərələrdir. Qarşısı da çox gözəl mənzərəsi var. Yaşıllıqdır, meşəlikdir. Sanki adamı rayon yerində xatırladır, dağ yerində. Buranın da çox gözəl havası olur. Gəlin növbəti yataq otağını göstərdim. Yataq otaqların demək olar kvadratları eynidir. Hamısı kvadratlıdır, tavanlar hündürdür. İndi isə qalxaq sizə mansard olan sahəsini göstərim. İkinci mərtəbəndə balkonu var. Mən sizə mansarddan daha aydın şəkildə mənzərəsini göstərərəm. Pilləkənlərə fikir versiniz, bir dənə səs yoxdur. Çox səliqəli, möhkəm yığılmış pilləkənlərdir. Mansard olan sahəsi də geniş, rahatdır. Mansard olan sahəsində də kollektor sistemidir, santexnik işləri görülüb. Burada da sağda, solda hamısında radiatorların yeri qoyulub ki, 4 dənə radiator quraşdıra bilərsiniz.
Burada da bilyardındır, divan, kreslo, nə istəsəz əlavə bir yataq otağı da eləyə bilərsiniz. Gəlin indi isə mən sizə mənzərəsini göstərim. Birbaşa dağlara mənzərəsi var. Havası da çox gözəldir. Mən buradan havasını ancaq özüm hiss edirəm, sizə hiss elətdirəmirəm. İnşallah gələndə görəcəksiniz ki, ərazinin ən gözəl yeridir. Qiymətini də aşağıdan vurğulayacağım, yazacağıq. Kimin xoşuna gəlsə bir saat əvvəl xəbər eləsin, gələk baxaq. Sağ olun, var olun.